Salamlar. Bu videoda sizə Amazonda Private Label iş modeli ilə artıq bir ildir ki, satışını etdiyim bir məhsulun nəticələrini paylaşmaq istəyirəm. Tamamilə öz markamız adı altında, öz istehsal etdirdiyim bir məhsuldur və artıq bir ildir ki, Amazon Amerikada bu məhsulu satıram. İndi isə gəlin Amazon satış hesabımıza keçək və görək biz bu bir il ərzində bu məhsuldan nə qədər satmışıq, neçə ədəd sifariş almışıq və ümumilikdə bu satışlar üçün nə qədər reklam xərcimiz olub, hər birinə detallı bir şəkildə baxaq. Gördüyünüz kimi hal-hazırda Amazon satış hesabımızdayıq və bu Amazon satıcı panelinin əsas səhifəsidir. Burada günlük satışları, günlük sifariş miqdarını, toplam balansı, reklamdan gələn satışlar kimi detalları görə bilərsiniz. Və bu bir il ərzində nə qədər satış etdiyimizi görmək üçün də daxil oluram Business Report hissəsinə. Business Report'a daxil olduqdan sonra son bir illik tarixi seçməliyəm. Yəni bu məhsulun satışına 2024 noyabr ayının 20-sindən etibarən başlamışam və noyabr ayının 20-sindən bu günə qədər olan satışlara baxdığımız zaman görə bilərik ki, toplamda 14.582 ədəd sifariş almışıq və toplamda 157 min dollarlıq da bir satış həcmimiz olub. Əlbəttə ki, bu 157 min dollarlıq satışın bir də reklam xərci tərəfi var. İndi isə gəlin daxil olaq Amazon reklam hesabımıza və görək burada biz, yəni toplam bu bir il ərzində nə qədər reklam xərci çəkmişik. Gördüyünüz kimi bu hesab açılandan bu günə qədər, yəni burada da yazıb lifetime, yəni ömür boyu 8678 dollarlıq bir reklam xərcimiz olub və toplamda bu reklam qarşılığında 157 min dollarlıq bir satış etmişik. Burada görə bilərsiniz ki, 12 min dollarlıq satış bu həmin bu reklamdan gələn satışdır. Ancaq bizim reklamdan əlavə orqanik satışlarımız da olub. Bəli, baxdığımız zaman reklamdan gələn satışlar reklam xərcinə nəzərən zəifdir və hətta zərərdəyik deyə bilərik. Ancaq bizim buradakı məqsədimiz reklam açıb qazanc əldə etməkdən ziyadə müəyyən açar sözlərdə, ön səhifələrdə indekslənmək üçün reklam açmışıq. Sadəcə sırf satış götürə bilmək məqsədi ilə ki, zaten bizim orqanik satışlarımız da olduğu üçün bu reklam xərci çox da zərər kimi görünmür. Nəyə görə? Dediyim kimi, bizim buradakı məqsədimiz sadəcə indekslənmə məqsədi olub, müəyyən açar sözlərdə, ön səhifələrdə satış götürüb sıralanmaq üçün reklam açmışıq. Yəni toplamda 8678 dollarlıq bir reklam xərcinin qarşısında 157 min dollarlıq bir satış həcmimiz olub və toplam 14582 ədəddə sifariş almışıq, yəni məhsul satışı etmişik. Ancaq bu 8000 dollarlıq reklamdan əlavə bizim bir 4000 dollar civarında da giveaway xərcimiz olub. Yəni toplam 12-13 min dollarlıq bir giveaway və reklam xərcinin qarşılığında 157 min dollarlıq satış etmişik. Sadəcə tək məhsulla və bir illik bir müddətdə.